Terapevt androloq Can Polad İmanov cinayətkardırmı? Həkim haqqında nədən belə xəbərlər yayılır? Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, buna səbəb İsmayıllı rayon sakini Tünzalə İsmayılovanın Laçın klinikasında səhv müalicə olunması və nəticədə ciddi xəstəliyə tutulması olub. Bununla bağlı Can Polad həkimin hazırda fəaliyyət göstərdiyi klinikada olduq. Terapevt androloq bildirdi ki, o sözü gedən xəstənin süd vəzisinə baxmayıb. Çünki bu ən azından milli mentalitetə ziddir. O yalnız kişilərin cins orqanlarında olan problemləri həll edir. Sadəcə olaraq həmin qadına ginekoloq baxışı yazıb. Əgər söz gedən xəstənin süd vəzisində mastopatiya şişkinliyi var idisə, məhz ginekoloq xəstəni onkoloq yanına göndərməli idi. Bu məsələdə terapevt androloq heç bir məsuliyyət daşımır. Onu ginekolog yapar, ginekologun işidir. Onu hatta kadının özünün orada yazdığına göre döşündeki şişle bağlı Lalə xanıma deyib, o da görünür ya məsuliyyətsiz yaxınlaşıb bilmirəm. Yəni niyəsə onu mamografiya elətdirməyib, niyə onu onkologa göndərməyib onu mən də bilmirəm. O sualların hamısını yəqin ki Lalə xanıma vermək lazımdır. Məsələyə bir tərəfli yanaşmayaq deyə Laçın klinikasında xəstə Tünzalə İsmayılovanı müayinə edən ginekoloq Lalə xanımın da münasibətini öyrəndik. Həkim ginekoloq bildirdi ki, xəstə və yoldaşı androloq Can Polad həkimin yanına gəliblər. Həkim də onları ginekoloq yanına göndərib deyə xəstə yalnız ginekoloji tərəfdən müayinə olunub. Əslində isə mamakoloq yanına göndərilməli idi. Yayılan xəbərlərə görə bu cür hallar yalnız bir nəfərin başına gəlməyib. Can Polad həkim bir çoxlarının külli miqdarda pulunu alıb, ancaq müalicələri müsbət nəticə verməsə də aldığı pulları geri qaytarmayıb. Bu kimi xəbərlərin yayılmasına niyə heç bir reaksiya vermədiyini soruşduğumuzda isə terapevt androloq dedi ki, bu cür məsələlərə ayırmağa vaxtı yoxdur. Xəstənin özü hər halda belə narahatçılığı varsa, şikayətini edəcəm, mən çağırılaram, sonra gedib orada sözümü deyəcəm, fikrimi söyləyəcəm, açıqlamamı verəcəm. İnternetdə yayılan xəbərlərə görə həkim reklam çarxlarında təqdim olunduğu kimi ixtisasca terapevt androloq deyil, yalnız terapevtdir. Yazılanlara görə o heç tibb universitetində bitirməyib. Can Polad İmanov məhz bu həqiqətdən kənar xəbərə görə bizə diplomlarını da təqdim etdi. Bildirdi ki, əgər yalnız terapevt olsaydı, illərlə xəstəlikdən əziyyət çəkən insanlar şəfa tapmazdılar. Bu xəstələrin isə sayı nə 1-dir, nə də 5. Hər halda biz mövqeləri sizə olduğu kimi təqdim etdik. Artıq kimin düz, kimin səhv olduğunu yəqin özünüz aydın gördünüz. Bu cür qeyri-ciddi xəbərlər hər zaman ayaq tutar, ancaq yeriməz. Könül Rasim qızı, Nicat Etibar, Vizyon TV.